Hər vaxtınız, gününüz xeyirli uğurlu olsun. Hörmətli, dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində tam mərkəzi hissələrinə sayılan bir ərazidə 2 sayılı orta məktəbə də yaxın, 2-ci Araz marketində arxa hissəsinə düşür. Yaşayışlı bir ərazidə 2 mərtəbə belə 3 otaqlı həyət evimiz satışdadır. Hal-hazırda mən evimizin 2-ci mərtəbəsindəyəm. Sənətdəki qaydasında çıxarış kupsa paket sənəddir. Evimiz demək olar ki 95% əşya ilə satılır. 1-2 xırdapara şeylər götürüləcək. Bu televizor, divan. Qalan gördüyünüz hamısı qalır. 2-ci mərtəbənin proyekti baxın belədir. Bir yataq otağı və 2-ci mərtəbədə adətən belə proyektlərdə 2-ci mərtəbədə sanitar qovşağı olmur, amma sahibi bunu da düşünüb, görürsünüz. Heç bir əziyyət çəkmədən, yəni 1-ci mərtəbəyə düşmək ehtiyacı duyulmur. Elə burada da məsələn sanitar qovşağı var. Salondur, güclü vanı, kondisioneri. Demək düşdük 1-ci mərtəbəyə. 1-ci mərtəbənin proyekti, girdi, mətbəx. Nə var? Hamısı qalacaq. Təbii ki, şəxsi əşyalarını götürəcəklər. Yəni dolu bir evdir. Sonra gəlirik yenə də ki üstün alt sinəsində də sanitar qovşağı, yəni 2 sanitar qovşağı, mətbəxi. 1-ci mərtəbədə bir dənə də yenə spalnisi, yataq otağı. Üstdə də gördüyünüz kimi həm salon, həm yataq otağı. Ümumi 3 otaq daha sayılır. Qiymət 68.000 manatdır. Hörmətli izləyicilərimiz, reallıq əsnasında cüzi indirim olunacaq. İndi isə keçirik evimizin həyətyanı sahəsinə. Xudmani bir həyəti var. Qəşəng də bir polka yığılıb gördüyünüz kimi. Hatta avtomobil də yerləşdirmək olar. Fasadı da bu formadadır. Qəşəng kombi bu hissəyə salınıb. İşlək vəziyyətdədir. Ümumiyyətlə gördüyünüz əşyalar hamısı. Su ehtiyat hissəsi, əlavə həyətinə bax. Umvalniki, su işığı qazı, bir sözlə hamısı qaydasında. 68.000 manata indirim də olunacaq. Dəyərli izləyicilərimiz, sağ olun və sağlıqla qalın.